Əməkdar artist Aybəniz Haşimovanın bloger qızı Aynişan Quliyeva paylaşımı ilə diqqət çəkib. Musavat.com xəbər verir ki, Aynişan arzuları ilə bağlı video paylaşıb. O hər zaman ulduz olmaq istədiyini, ana o arzusu olmadığını bildirib. Balaca qız idim. Həmişə düşünürdüm ki, Hollywood ulduzu olacam, məşhurlaşacam. Onun heç bir yerində ana olmaq, həyat yoldaşı olmaq yox idi. Halbuki rəfiqələrim arzulayırdı ki, ailə qursunlar, cehiz yığsınlar və s. Çox əsəbləşirdim. Deyəndə ki, Aynişan böyüsün toyuna gələk. Məndə bir neçə dəfə qırılmalar oldu. Arzularımdan vaz keçdim. Həyatda insan hər zaman eyni dalğada qala bilmir. Bəzən sınır, qırılır. Qeyd edək ki, Aynişan Quliyeva 2020-ci ildə ailə qurduğu idmançı həyat yoldaşı Kənanla elə həmin il ayrılıb.